Bir başqa pasiyentimizin burnu qaşınır. Burnun qaşıyırıq ki, sonra əməliyyata girik. Keçdi. Bir xanım pasiyentimizdir. Əməliyyata başlayacağıq indi. 2 ədəd Alman implantı qoymağı düşünürük. Amma sinus liftingimiz də olmalıdır. Qapalı sinus liftingimiz. Sümük həm ensizdir, həm də uzunluğu yoxdur. Sümük hündürlüyü yoxdur ki, implant qoyaq. Bək qorxuruq. Sizdən yox. Kimdən qorxusunuz? İmplantdan qorxuruq. Yox, məndən niyə qorxasınız ki? Səs gəlsin deyə əyildi mikrofona görə. Başlayaq, hə? Məncə həyəcan olmasın, rahatlıq olsun, həyəcanımız olmasın. 30 yaşlı bu xanımın bu hissədə dişləri yoxdur. 3 ədəd dişi yoxdur burada. Ön dişlər vinirdir. Gördüyümüz kimi bax arxaları qalıb, qabaqlar yoxulub. Ön dişlər vinirdir. Amma burada həm sümük dardır, həm də hündürlük yoxdur ki, belə implantı qoyaq. Axı buradan haymor boşluğu keçir. Rentgendə də görsək, ölçülərə bir diqqət edəsək, görəcəyik ki, doğrudan nədir? Qapalı sinus lifting eləyirik. Pasiyentə travma vermədən. Alman implantı. 3-8 diametr, 7 mm uzunluq. Üstə sümüyün çat olan hissələri dəf eləyib, daha alt tərəflərə bağlayacağıq. Tamamən sümüyün içindədir. 15-dən keçir. Daha bundan artıq sıxmaq istəmirəm. Hərəkətli diş əti olmasın deyə burada işlərimizi görməkdəyik. Bütün sümüyü dağıda bilmərik. Bu fərqli mənbələrdə fərqlidir. Kim deyir qapalı sinus liftingdə sümük lazım deyil, kim deyir lazımdır. Amma bura qoyuruq. Heç o qədər də əhəmiyyəti olmasa da, amma yenə də qoyuruq öz sümüyündən. Yenə Alman implantı. Eyni diametr. 3-8 diametrdir. Yəni 3 mm.8 belə deyək. Tam 4 deyil. 7 mm də qalınlıq. İki implantımızı yerləşdirmiş olduq. Və implantlarımızı paralel yerləşdirdiyimizi düşünürəm. Tamamən hər tərəfdən sümüyün içində və paralel. Burada diş ətini göstərmək istəyirəm ki, bax belə, bu diş ətini biz tikirik normal halda, tikəndə. Belə tikəndə burada bir çökəklik əmələ gəlir. Yəni bunu dartarkən görünür. Mən istəyirəm ki, burada bu bağ toxması dediyimiz bu qalınlıqdan götürüb bura köçürdük və bir etap burada diş ətini qalınlaşdırmış olar. Çünki xanım özünə baxımlı bir xanımdır. İstəyir ki, estetik gözəllik olsun burada. Bu sırf bağ toxumasının özüdür. Bağ toxuması deyirik biz buna. Bu nahiyyə qoyub burada diş əti qalınlığı əldə eləmiş olacaq qismən. Artıq burada pərçimlənmiş olduq. Diş ətini burada görürüksə alt qatında bir dənə də belə bir qat var. Bu qatı pərçimlənmiş oldu. Bağlayacağıq, tikəcəyik, biraz qismən diş əti burada formalaşmış olacaq. Tikiş yerlərimiz demək olar ki, hazır. Xırda para bir işlər görüb, bağlayıb tutacağıq. Əməliyyatımızı bitirdik. Buradan götürdüyümüz diş ətini görürük burada da nazilib. Bu hissəyə köçürdük. Və buradan götürdüyümüz əti komple kəsib götürmədik ki, pasiyentə travma olmasın. Adətən belə komple kəsirik, götürürük, kənarda ayırdırıq. Elə ağzın içindəcə ayırdım ki, burada qanaxmalar filanlar sonra əzab əziyyət olmasın. Və gətirib bu hissəyə qoyduq. Burada müəyyən bir qalınlıq nəzərə çarpır. Təsəvvür edək ki, bu olmasaydı belə nə qədər belə daha çökmüşlük olardı. Tikiş sayılarda sırf altındakı o bağ toxumasını tikdiyimiz üçün, buraya yapışdırdığımız üçün ki, yerində stabil qalsın. Ona görə belə çox kimi görünür. Əslində tikişlər ağrı filan vermir, çoxluq azlığı. Ağrı filan verdi mi? Nə demək istəyirsiniz? Hər şey əladır. Niyə gülürsünüz? Əməliyyatda gülürlər, ağlamırsınız ağrıdan. Ağlamışdım, amma indi ağlamıram. Əməliyyatdan qabaq ağlamışdınız. Əməliyyatda ağlamadınız. Artıq bitirdik əməliyyatı. Mən bir bunu çıxardım, bunu söndürdüm deyəsən. Ağrı oldu mu? Hə? Heç bir ağrı olmadı. Hər şey çox yaxşı idi. Təşəkkür edirəm. İnşallah bundan sonrası da yaxşı olar. Biz çox öyrətdik, sizi ki belə deyərsiniz. Yox, əksinə.
Çox narahat gəlmişdim. Nə yalan deyim, çox qorxurdum. İl yarımdan çoxdur sizi izləyirəm, amma risk eləyib gələ bilmirdim. Qorxulu bir şey deyilmiş. Yəni inşallah yaxşı olar. Özünüz kimi baxıb qorxanlara deyirsiniz ki, qorxmasınlar da. Yəni 100%. Xeyirli uğurlu olsun. Burada o açılma prosesini də mən göstərim indi. Bu da öncədən qapalı süni lifting eləyib qoyduğumuz implantlardır. Balaca bir dəlikdən açıb çıxardıram. Budur qapayıcı vidamızı çıxartdıq. İndi sağalma başlığı bağlayırıq ora. Bu formada elə sağalacaqdır. Qapayıcı vidanı açıb bura sağalma başlığı bağlamış oluruq. Və burada bu sağalma başlığının formasında bu dəlik sağalacaqdır, formalaşacaqdır. Digər qapayıcı vidanı da açaq. Balaca bir dəlikdən yerini tapıb keçirdirik ora qapayıcı vidaya, açarıq. Çox dağıtmağa ehtiyac qalmadı. Yerini tapıb deyəndə bəlli bir yeri vardı onun orada. 2 ədəd sağalma başlığını Gingiva Former'da bağlamış olduq, bitirdik işimizi. Və implantların üzərindəki bu formulavatorları açacaq, sağalma başlıqlarını açıb, bura dişləri qoyan bir vaxtdır. Bu vintləri salıb bunun içinə, konstruksiyanı birbaşa ağızda montaj edəcək, belə deyək. Burada diş əti də qalınlaşdırmışdım mən həmin vaxt. Bu sağalma başlığıdır, bunu çıxartdıq. Çıxardandan sonra implantın yerinə də bir baxaq. İmplantın yeri görün nədər gözəl sağalıb. Bax, gözəl sağalmış, diş əti ilə əhatələnmiş bir yaxşı bir vəziyyətdədir. Bu da digər formulatoru çıxartdı. İmplantların yerlərinə baxsaq, çox gözəl bir vəziyyətdədir. Sağalmış bir vəziyyətdir, çox gözəl. Xırda bu qanamalar ki var, onlar formulatoru yapışmış hissələrdir. Yəni buradakı keratinizə diş ətimiz falan çox gözəl formalaşmışdır, selektiv qişamız çox gözəl formalaşmışdır. İndi bura düzəltdiyimiz bu dişləri qoyacağıq. Düzəltdiyimiz dişlər də, yəni dediyimiz kimi bunları çıxardırıq. Steril gəlir bunlar. Steril bunları götürürük. Elə qoyuruq. 3 ədəd dişdir. Vintlər də belə ortasından düşüb. Bax, buna elərik vintsiz qoyaq bura bir baxaq. Bax, belə bir formada, bax, salıb yerlərinə oturtacağıq. Bax, gözəl bir formada. Sonra sıxıb, yerinə kip oturtub, pasiyentə təhvil verəcəyik bunu. Rənglər haradasa eynidir. Dəlikdən salıb bunu sıxaq. İndi bu dəlikləri bağlayacağıq. Bu dəliklər ki var, bu dəlikləri bağlayacağıq. İndi blondan bağlayacağıq. Eyni rəngdə, eyni formada qalacaqdır. Sizin ən gözəl elədir, göstər. Güləndə də dişlə dolub bayağı. Neçə ildir də dişlisiniz, değil mi? Çox var. 3-4 il var ki, elə gəldiniz. Nə üçün qorxu idi elətdirməməyə? Dediyim kimi də il yarım ildə izləyirdim, amma çox qorxurdum. Yəni implant əməliyyat olaraq, əməliyyatdır deyə çox qorxurdum. Amma qorxulu bir şey yox idi. 5-6 ildə elə gəldiniz. İl yarım ildə izləyirdim, gələ bilmirdim amma. Bu tərəfdə Nəhayət ki, şeytan qıçını qırıb gələ bildim. dəlikləri bağlayırıq. Blomları bərkidirik. Heç nə olmamış kimi gözəl sırada dişlər düzüldü. Dişlər belə. İşıqdan da baxaq. Burada hər şey gözəl bir vəziyyətdədir. Bax, buradan yandan baxsaq, burada biraz çökəklik görürük. Çökəklik diş ətlərinə görədir. Bax, burada diş ətləri ki gəlib, bax, buradan diş əti ki gəlib çöküb. Bu çökəkliyi pasiyent qaldırmaq istəsə, içəri tərəfdən, damağın bu içəri tərəflərindən buradan diş əti köçürtüb, bu hissələrdən diş əti köçürtüb, bura köçürtmək olar. Əməliyyatlar da silsilə əməliyyatlar olacaq buranı qalınlaşdırma anlamında, amma buna gərək yoxdur. Zamanla 6-7 ay içində, bəlkə də 1 ilə qədər buralar diş ətləri formalaşacaqdır. Gözləyə də bir baxaq, zaman keçdikcə bir baxaq ki, orada diş ətləri necə formalaşır. İndiki belə vəziyyətdə, normal, ideal bir vəziyyətdə təhvil veririk. Ora onsuz da görünmür, heç gülürük. Bu yəni hamıda olur. Vintli konstruksiyanı tamamən sıxmışıq. Vintli konstruksiya tamam ətə sıxılıb, amma burada qalınlıq vermək baxımından deyirəm. Gülürük maksimum. Məncə çox gözəldir. Mübarəkdir. Sağ olun.